İsa Peygamber aleyhisselam bir günleri bir yerde gedəndə bir bulaq karşısına çıxır, istəyir ki o bulaqdan su içsin. Bu Müzəkkir Nüfus kitabı var, qədim kitablardandır, çox mötəbər kitabdır. Evliyalardan Əşrəfoğlu Rumi Həzrətlərinin yazmış olduğu kitabdır. Orada yazır ki İsa Peygamber gəlir bulağa, ovuc eləyir belə, oradan su içmək üçün. Suyu çox dadlı, çox şirin, çox içməlidir. Amma ondan tərəfə bir küp batıb yerə. Küpün ağzı da belə bayra sarı. Buradan axan su gəlir dolur küpün içinə. Deyir ki orada düşünür ki su durulub küpün içində. Oradan içim. Oradan da bir oz içir. Baxır görür ki küpdən içmiş olduğu suyun dadı çox acıdır. Əlin belə gəzdirir içinə ki bəlkə içində bir şey ölüb qalıb. Heç bir şey tərtəmizdir. Amma içindəki su çox acıdır. Düşünür ki aya bu su ki eyni tərkib sudur, bir bulaq aralarında məsəl üçün bir yarım metr, bir metr məsafə var. Bu bulağın gözündən gələn su şirin, amma bu küpün suyu niyə acıdır? Hak Teala Hazretlerine sual eləyir, deyir, ya Rabbal Alemin, ey mənim Rəbbim, sən ki məni yoxdan atasız, pak ana Məryəmdən xəlq eləmişsən, bu bir böyük bir möcüzədir. Səni and verirəm, qəsəm verirəm, sənin yaratdığın bu möcüzəyə, bu işin həqiqətini mənə bəyan elə, agah elə ki, bu nə işdirsə. Allah-u Teala bir mələk göndərir İsa Peyğəmbərə və o mələk İsa Peyğəmbər əleyhisselama deyir ki, həmin küp yerin altından çıxart və onun yanında Allah-u Teala'yı dua elə, Allah-u Teala o küpü sənin için dilə gətirsin. Qoy özü danışsın sənə kimdirsə. İsa Peyğəmbər bu tərtibat üzərinə eləyir, Allah Teala'ya dua eləyir. Cenab-ı Allah lisan-ı hal ilə, da bizim kimi ağızla, dillə yox, lisan-ı hal, necə ki, məsəl üçün telefonumuz bizi ilə danışır, radyo bizi ilə danışır, əşya o təri bir tərtibatla Allah Teala ona lisan-ı hal verir və deyir ki, mən filan devlətin, məsəl üçün Bəlh devlətinin padişahı idim. Sonra müharibələr elədim, çox devlətləri də özümə tabi elədim. Amma bir günləri mənə çarəsi olmayan bir xəstəlik məni tutdu. O xəstəlikdən çox gəzdim, həkimlər, türkəçaralar mənə şifaya olmadı, mən sağala bilmədim və bu xəstəlikdən də öldüm. Mən öləndən sonra məni dəfn elədilər. Minlərlə mənim suvari əskərim, minlərlə mənim piyada əskərim, qızım, ləlcəvahirim, bu sinilərin içərisində mənim mafəmlə yanaşı aparıb bastırdılar. 40 gün mənə ehsan verdilər. Kasıb, miskin, qonaq gəldi mənim ehsanatımdan, yedi işli istifadə elədi. Mənim qəbrimin üstünə bahalı mərmərlərdən baş daşı qoydular. Üstümə türbə tikdilər. Üstündən 100 illər keçdi. Bir günləri bir zəlzələ oldu. Zəlzələdə mənim türbəm də dağıldı, şəhər də dağıldı. Və xarabaya çevrildi. Cemaat gördü ki, burada yaşamaq mümkün deyil. Yersizlikdir, qarətlər, filanlar və cemaat çıxdı, getdi. Mən 300 il yaddan çıxdım, qaldım. Və bir günləri bir padişah, mən bu mətfun olan bu vilayəti fəth eləyir. Deyir, yox, mən buradadır, şəhər salacağım. Cemaata buranı əskərlərinə, memarları təmizlətir və mənim qəbrimi də kürüyürlər və mənim qəbrimin yanında bir kərpiç kəsən sex düzəltirlər, bir don peçi qoyurlar və orada kərpiç kəsirlər. Mənim də bu ətim çürüyüb qarışan torpağı orada kərpiç tuturlar. Ondan da pişirirlər, ev tikirlər, məni qoyurlar evə saxsı kərpiç olaraq. Üstündən 100 illər keçir, müharibələr olur, yağışlar, viran qalır bu şəhər yenə də. Dağılır, gedir və bir neçə yüz ildən sonra bir başqa bir padişah, onun nəslindən gələn bir padişah, o əvvəlkinin, gəlir, buraları dağıltır, bu kərpicləri də alırlar, əzirlər və bir duluzçu, mənim demək bu şey küp düzəltəndə
möhkəmlik üçün filan ki, məni əzirlər, onun qaydası var da, əliyirlər və onu mənim palçığıma, küpün palçığına qatırlar və məndən küp düzəltir. Gəlir bir adam bazardan, o duluzçudan bu küpü alır. Bir müddət onun evində ərzaq saxlamaq üçün ət, piy və s. istifadə olmuram. Üstündən neçə illər, 10 illər keçəniz arvad deyir ki, bu qabda da koranıb, evdə saxlayan şey deyil. Aparır, qoyur məni bayırda qapının ağzında zibil qabı yerinə. Bir müddət mənim içimə zibil atırlar. Və bir günləri yağış yağır, sel gəlir, aparır məni. Bu dərələrdən, təpələrdən bu sel aparır, gətirir məni bura. Yağışlar, bulaqlar, gələ, gedə, batıram, qalıram burada. Neçə illərdə buradayam. Cəmaat elə bir ki, kimsə gətirib məni xeyrat deyib qoyub, məndən buradan istifadə edirlər, su içirlər. İsa Peyğəmbər deyir ki, çox uzun danışdın. Mən sən kimsənsə soruşmadım. Soruşdum ki, sənin içmə girən su üçün acıdır. Qulağın mənbəyindən gələn kimi dadlı, şirin deyil. Deyir ki, hə, onun üçün acıdır ki, mən ki bu kefdə kifayətdə padişah idim, Əzrail gəlib döşmə qonub, iki qaşımın ortasından, alnımdan, burağac kimi ruhuma burağac atıb, ayaq barmağının ucundan vurmalayıb, mənim ruhumu dartıb çıxartanda, yundan pitraq dartan kimi, elə canıma ağrı oldu ki, ölən vaxtında bədənimdən çəkmiş oldum o ağrı, üstündən yüzüllər keçib, canımdan çıxmayıb. Onun üçün də mənə su deyəndə, su mənim o ağrımı hiss eləyir və acılaşır. Bilirsiniz də, ən yaddaşı iti olan, özündə saxlayan səsləri, hadisələri, ən qüvvətli şey sudur. Elm bu dəqiqə sabit eləyib onu ki, suyu alırlar və suya təsir eləyib bir para şeylər, ondan, məsələn, 100 il, 1000 il bundan qabaq hadisələri, o səsləri çıxartırlar. Bunun kimi də, möhtərəm cəmaat, o suda o adamın canında çəkmiş olduğu acını öz canında saxlayıb. Su ona deyəndə su acılaşır. Demək ki, möhtərəm cəmaat, bir insan dünyada başına çox işlər gəlir də, mənim, sənin, görürsən ki, olur cürbəcür işlər, adamın cigərin yandıran şeylər. Amma bunların içərisində ən dəhşətlisi ölüm hadisəsidir ki, bir günləri uşaqlar gəlir, görür ki, məsəl ki, papa, mama, nəmnə, xəstədir də, gelirlər, çarə nədir? Həkim. Gelib həkimi də çağırırlar, ümid edirlər ki, bir iğnə vuracaq, bir dərman yazacaq, sağılacaq. Həkim də durur ayağa, gəlir, çıxır otaqdan bayra, qapıda bayırda xəstənin yanında eləmiş, uşaqlar eləyir başım belə, yelləyir. Yəni ki, çarəsi yox, əlac yoxdur yəni. Bunun kimi də bu mərhələ bizdən əvvəlki əcdadımız keçibdir. Hər bir insan da buna namizəddir. Gecmi, tezmi bu mütləq olacaq. Mən 30 ildir bu Nüqədi kəndinə gəlib gedirəm, şadlıqlara gələk, yaxşı işlərə gəlib gedək. Mən bu günləri birinci dəfə bilirəm ki, bu məhəllədə qəbristanlıq var. Qədim qəbristanlıqdır, yaddan da çıxıb. Amma bizim əcdadımız da, bizim babalarımız, nənələrimiz də orada yatanlar. Ki, əsas kəntin, necə deyərlər, mənbəyi, kökü bu məhəllələrdir. Bu qəbristanlıqda onlar dəfn olublar. Yaddan da çıxıb gedib. Onun kimi də biz də bir günləri bu dünyada yaşayacaq və xatirdən də çıxacaq. Amma və lakin nə xoşbəxt adamlarıq ki, nə bizdən əvvəlkilər, nə bizdən sonrakilər çürüyüb, toz olub çıxıb getməyəcək. Allahu Teala bizləri qiyamət gündə həşr nəşr eləyəcək və öz huzuruna çağıracaq. İnanan sizin ki, möminləri mükafatlandıracaq və öz cənnətində əbədi olaraq saxlayacaqdır.